Qəlb hazır olmasa, İmam Hüseyin əleyhissalam sənin dalınca gəlir, qapı var, qəbul eləmirsən. Oturmuşdu xeyməsində, İmam Hüseyin əleyhissalam özü ayağından durdu, getdi, Ubeydullah ibn Hürr Cöfi, getdi, qapısını döydü, xeymədə idi, qapısını, yəni pərdəni açdı, gördü İmam Hüseyin əleyhissalam. Dedi ki, sən çox günahkarsan, gəlmişəm səni təmizləməyə, istəyirsən səni təmizləyim, sən çox günahlar da çox eləmişdir orada. Dedi ki, mən sənə at verərəm, qılınc verərəm. İmam dedi ki, mən nə qılınc istəyirəm, nə at, mənə səni tərbiyə eləmək lazım idi. Öz ayağı ilə gəlmişdi imam. Bunu Məhərrəmdə çox danışmışam, amma sözün yeri vardı, indi də danışmam. Deyir, yox dedi İmam Hüseynə. İmam Hüseyin dedi, nə olar? Getdi. Getdi, bir sonra ömrünün sonuna qədər çöllərə düşdü, dəli oldu, ağlayırdı, bütün gün ağlayırdı. Deyirdi ki, özü gəlmişdi xoşbəxtlik, saadət qapına, ona yox cavab verdi. Deyirdi, məni ən çox yandıran iki məsələ var. Onun gözündə mənə qarşı, insanlara qarşı məhəbbət vardı. O baxışlardan eşq süzülürdü, eşq saçırdı. Mən deyir, o gözlər gözümün qabağına gəlirdi. Nə namərd adamam ki, bu eşqə yox cavab verdi. Gözündən eşq gəlirdi, məhəbbət, istilik. İkincisi də niyə görə deyir, ağlayıram? Çünki o mənim çadırıma gələndə, deyəsən, özü bilə-bilə qızları gətirmişdi, uşaqlarına. Balaca qızlarla ki, bəlkə də uşağı görəndə adam yumuşalır, axı, təsir eləsin. Bir uşaqlar onun əlləri ilə oynayırdılar, saçını sığalır, o mənlə ciddi söhbət eləyir ya. Onlar da onu oynayırdılar, qucağına düşürdülər, qalxırdılar, düşürdülər. Deyim, mən öz-özümə fikirləşdim ki, necə dözdü bu qızlar ki, İmam Hüseyin ataları ikisinə bunlar necə səbir elədilər. Görürsən, gəlir bu şəkildə də qapı var. Qəlb hazır deyilsə, İmam Hüseyin danışırsa, hələ bunu demə, qanlı köynəkdə, yaralar içində danışır, deyir, mən Fatimənin oğlu təsir eləmir. Axırda deyir ki, siz o qədər haram yemirsiniz ki, düz söz sizə təsir eləməz. Deməli, əməli göstərir. Deməli, sizin beyninizdə düyün var, başa düşmürsünüz. Nədən yaranıb bu düyün? Haram tikələr, əməl gətirib beyninizdə problem yaradır. Biz bəzi şeylər niyə çətin başa düşürük? Çox şeylər başa düşmək asandır, çünki əməlləriniz imkan verir.